Ev şəraitində Bounty şokoladı hazırladım. Bizə lazım olacaq südlü şokolad plitkası, qatlaşdırılmış süd, kokos və birazca duru yağ. Videoda görünən bir plitkadan və bir paçka kokosdan istifadə etdim. Qatlaşdırılmış südün də təxmini yarısı getdi. Kokos ilə qatlaşdırılmış südü bir-birinə yaxşıca qarışdırırıq. Daha sonra ona istədiyimiz formanı veririk. İstəsəz hamısını yumru-yumru ya da bounty şəklində edə bilərsiniz. Bərkiməsi üçün qoyuruq soyuducuya. Alt hissəsinə isti su qoyub şokoladımızı əritməyə başlayırıq. İstəsəz bunu mikrodalğalı sobada da edə bilərsiniz. Şokolad tam əridikdən sonra təxmini bu qarışıma 25 ml duru yağ əlavə edirik. Duru yağ ilə şokolad bir məhlul halına gələnə qədər yaxşıca qarışdırırıq. Daha sonra uzun amma ensiz bir stəkana doldururuq. Belə sizə daha rahat olacaq. Çubuğu batonçika keçirdirəm, belə daha rahat olur və şokolad üzərinə tam yayılması üçün hər tərəfli şokoladın içinə batırıram. Üzərinə Bounty-də olduğu kimi bir bəzək verirəm. Demək olar ki, hazırdır. Qoyuruq soyuducuya biraz bərkisin və Bounty şokoladlarımız hazırdır. İnandırım sizi, mağazadakindən qat-qat ləzzətlidir. Videonu bəyənib rəy yazmağı unutmayın.